Bugün sizə Lawrence Kohlberg nəzəriyyəsi haqqında bir daha məlumat verəcəyəm. O hissələr haqqında məlumat verəcəyəm ki, siz artıq ondan istifadə edib, belə deyim, testləri düzgün şəkildə yerinə yetirə biləsiniz. Mən paylaşım edəcəyim ilk öncə. Bizim sizə göndərdiyimiz PDF vardı, əlavə PDF adını qoymuşuq və həmin PDF ilə bağlı biz indi, belə deyim, həmin PDF-in daxili ilə izahlar verəcəyik. Hamı ekranı görürmü? Bəli, mənim görünür. Aha. İlk öncə Lawrence Kohlberg nəzəriyyəsi haqqında bir ümumi məlumat verim, sizə də aydın olsun inşallah. Lawrence Kohlberg nəzəriyyəsi mənəvi inkişaf nəzəriyyəsinə aiddir. Lawrence Kohlberg nəzəriyyəsinə görə insanın mənəvi inkişafına təsir edən əsas məsələ onun həyatda rastlaşdıqları müəyyən mühitlərdir, müəyyən səbəblərdir. Həmin səbəblər insanın mənəvi inkişafını əmələ gətirir. Kohlberg nəzəriyyəsinin ən vacib hissələrindən biri dilemmalardır. Dilemma nədir? Doğru düşünsən də uyğun gələ bilər, yanlış düşünsən də doğru gələ bilər. Yəni, sən hər iki tərəfə düşünə bilərsən və onu sübut da edə bilərsən. Buna deyilir dilemma. Mən əlavə PDF-imdə Haynes'in dilemmasını sizə təqdim eləmişəm. İndi onunla bağlı qısa bir məlumat verim. Elə siz də bu dilemmanın, belə deyim də, təsiri ilə baxın nə cavab verəcəksiniz. Və dilemma bundan ibarətdir ki, Haynes adlı bir nəfərdir. Təbii ki, bizim cəmiyyətin nümayəndəsi deyil. Onun yoldaşı ağır xəstəliyə yoluxur və ona deyirlər ki, sənin yoldaşını xilas eləyən dərman uzaq vilayətdə bir aptekdə satılır. Haynes yaxınlaşır aptekdən dərman əldə etmək istəyir. Aptek sahibi deyir ki, mən o dərmanı sənə verə bilmərəm, çünki çox bahalıdır. Haynes nə qədər yalvarsa da ki, bu mənə lazımdır. Aptek sahibi deyir ki, belə yalvaranlar hər gün gəlir, mən sənə inanmıram. Uzun sözün qısası Haynes'ə dərmanı vermir. Aptek bağlanandan sonra axşam Haynes gəlir, aptekin şüşəsini qırır və o dərmanı oğurlayır. Sual belədir ki, Haynes doğru edib, yoxsa yanlış edib? Sizin içərisinizdə də bəzi insanlar olacaq ki, deyəcək ki, Haynes doğru edib. Kim deyir ki, doğru edib? Deyə bilərsinizmi mənə? Doğru edib deyənlər kimlərdir? Kimlər razıdır ki, bu oğurluq eləmək doğrudur? Və ya kimlər Yəqin bəli. fədakarlığa daha önəm verənlər olar da. Və sizin Deyək, yəni fikrinizcə doğru edib, yanlış edib? Mənim fikrimcə məncə doğru edib, mən də olsaydım elə edərdim. Aha. Bəs kim düşünür ki, yanlış edib? Müəllim, mən də düşünürəm ki, doğru eləyib. Çünki ən azından o vəziyyətdə düşəndə insan, yəni məcbur olub da bu vəziyyətə, yəni universal etik prinsipə uyğun olaraq mən də elə düşünürəm. Aha. Bəs demək sizin hər biriniz düşünür ki, bu doğru edib. Yox, hər birimiz fikirləşmirik. Mən biraz fərqli fikirləşirəm. Ceyhun müəllimə Yəni deyir mən ki, yanlış edib. yanlış da demirəm. Mən Birini bilmək seçsəz, istəyərdim ki, birini seçsəz. heç birini seçmirəm. Çünki uşağı bilmədən vəziyyətin. Deməli, müəllimə baxın, Kohlberg deyir ki, əslində sizin verdiyi cavabın mənim üçün bir önəmi yoxdur. Mən burada nəyi öyrəndim? Mən onu öyrəndim ki, kimlər ki deyirdi ki, bu doğru edib, fədakarlığa önəm veribsə, onun həyatda yaşadığı bu toplum, yaşadığı ailə, yaşadığı cəmiyyətdə, gördüyü nümunələrdə bu fədakarlıq dəstəklənib həmişə. O mühit, o mənəvi inkişafı əmələ gətirir. Məsələn, deyək ki, məsəl üçün də, uşaq rastlaşıb ki, məsəl üçün, anası atasına deyir ki, mənim başıma bir iş gəlsə, sən mütləq şəkildə bu fədakarlığı eləməlisən, yoxsa səni bağışlamaram. Uşaq da böyüyüb bu dəqiqə fikirləşir ki, anam belə düşünürdü, demək ki, bunu eləmək düzgündür. Yəni, oğurluq eləmək düzgündür. Amma bir mühitdə var. Məsələn, uşaq elə görür ki, anası deyir ki, mənə haram dərman lazım deyil, ölsəm daha yaxşı. O zaman həmin uşaq harda qərar verirsə, bu nümunələr ona təsir göstərir. Deməli, Kohlberg nəyi ortaya çıxartdı? Kohlberg ortaya çıxartdı ki, bizim mənəvi inkişafımız daha çox
bizim həyatda gördüklərimiz nümunələr, rastlaşdıqlarımız hadisələrdə verilən qərarlardır ki, biz bu həmin qərarlarla hərəkət edirik. Bu dilemmalardan biridir, Heyns'in dilemması. Hələ John'un da dilemması var. Deyək ki, velosipedi üçün pul yığan, qənaət edən şagirdin və ya uşağın pulunu atası müəyyən səhərdən götürür vacib bir iş üçün. Bu zaman o doğru edib yoxsa yanlış edib? Doğru edənlərin də haqlı tərəfləri var, yanlış edib deyənlərin də haqlı tərəfləri var. Uzun sözün qısası, Kolbek dilemmalarla insanların mənəvi inkişafına təsir edən səbəbləri aydınlaşdırmağa çalışır. Bu zaman seçilən qərar, verilmiş yekun qərarın bir önəmi qalmır. Həmin qərara təsir edən səbəblərin önəmi qalır. Mən adətən liderlik təlimlərində Heyns'in dilemmasından çox istifadə edirəm ki, baxın bu təlimdə iştirak edənlərin həyatına təsir edən o səbəblər hansılardır? Yəni, hansı insan fədakarlığı seçir, hansı insansa qanunu seçir, düzgünlüyü seçir və s. Araşdırmadan nə cür müəyyən etmək olar ki, bağışlayın sözündə, araşdırmadan necə müəyyən etmək olar ki, bu fədakarlıqdan eləyib, yoxsa sadəcə düşüncəsiz bir qərar. Düşüncəsiz demək yox da, doğrusu əslində məsələ budur ki, Heyns'in dilemması haqqında biz qısaca danışırıqsa, yəqin bunun araşdırılması var. Məsələn, şagirdin verdiyi təkcə doğru ediblə iş bitmir. Nə üçün doğru edib? Niyə belə düşünürsən? O şagirdin öz fikridirmi? O dəqiqləşir əlbəttə ki, onunsa qərar verdi ki, demək bu şagirdin gördüyü nümunələr onun həyatında qərarı bu cür seçməyinə təsir göstərir. Yoxsa başqasının fikrini deyirsə, əlbəttə ki, o Heyns'in dilemmasının ona bir faydası olmayacaq. Yəni, burada söhbət xatırlamaq mərhələsi kimi gelmir. Söhbət biz dərk etmə, o bütün mərhələləri dərk edilmi, refleksiya hardasa edildikdə dərk edilmi bütün mərhələləri. Əmin olandan sonra biz deyə bilirik ki, bəli, bu insanın düşüncəsinə təsir edən səbəblər bunlardır. Yəni, bunun haqqında saatlarla danışmaq olar, amma əsas məsələ bunu bilin ki, bizə imtihana düşən hissə hansıdır? Dilemmalarda mütləq doğrudur və mütləq yanlışdır fikri qəbul olunmur. Kolbek deyir ki, onun cavabı bizim üçün önəmli deyil. O cavaba təsir edən amillər önəmlidir, çünki həmin amillər mənəvi inkişafı əmələ gətirir. Siz belə bir diskusiyalar yarada bilərsiniz sinifdə, amma siz tələb edə bilərsiniz ki, məsələn, nə üçün doğru edin? Əsaslı sübut gətirə bilirmi? Yoxsa kiminsə düşüncəsini deyirsə, bu artıq o demək deyil, uşaq bunu anlayır. Bizə lazım ki, öz düşüncəsi olsun, öz tənqidi, təfəkkürünü işə salsın. Heyns'in dilemması ilə yanaşı Kolbek nəzəriyyəsinə görə insanlarda əxlaqı, yəni mənəviyyatın inkişafında 3 səviyyə vardır. Mən bunun haqqında sizə məlumat vermişdim. Bu səviyyələri bizim dildə əxlaq öncəsi səviyyə, əxlaq səviyyəsi və əxlaq sonrası səviyyə hesab olunur. Amma elmi dildə və ya testlərdə siz bunu əxlaq öncəsi səviyyə kimi deyil, pre-konvensional səviyyə kimi görəcəksiniz. Əxlaq səviyyəsinin ikinci adı konvensional səviyyədir. Əxlaq sonrası səviyyənin ikinci adı isə post-konvensional səviyyədir. Gördüyünüz kimi, hər bir səviyyənin qabağında da mərhələlər var. Hərəsində 2 mərhələ var. Birinci və ikinci mərhələ pre-konvensionaldadır. Üçüncü və dördüncü mərhələ konvensionaldadır. Beşinci və altıncı mərhələ isə post-konvensionaldadır. İndi biz baxaq ki, bu dəyərlər, yəni bu mərhələlər hansı əlamətlərinə görə fərqlənir. Və qeyd edim ki, bu əlamətlər bizə testdə düşəcək və biz testi bu əlamətlərə görə yazacağıq. Birinci mərhələ pre-konvensional səviyyədə itaat və cəza adlanır. Qısa səciyyəsini biz yaratmışıq. Qısa səciyyəsi belədir ki, qaydaya əməl et ki, cəza almayasan. Bu, əxlaqda, mənəviyyatda birinci səviyyədir. Məsələn, siz işinizi sevmirsiniz, amma vaxtında işə gedirsiniz ki, birdən getməsə cəzalanacaqsınız. Yəni, işin mahiyyətinə görə deyil, qaydaya əməl etmək üçün, cəza almamaq üçün çalışırsınız. Bu, mənəvi inkişafda birinci mərhələ hesab olunur. İkinci mərhələ adlanır individualizm. Məsələn, biri bir hərəkət edir, biri bir fikir bildirib, sən deyirsən ki, həmin adam həmin anda doğru olanı edir.
Yəni, həmin adamın marağından çıxış edirsən, öz marağından çıxış edirsən, cəmiyyətin marağı, toplumun marağı sənin üçün vacib olmur. Biz buna deyirik şəxsi maraq və yaxud individualizm. Görsəniz ki, testdə cəmiyyətdən söhbət getmir, fərdi maraq öndədir, qabarıq şəkildə verilir. Bilin ki, orada individualizmdən söhbət gedir. İkinci səviyyəmiz konvensional səviyyədir. İnsan kamilləşə, yavaş-yavaş səviyyələr də yüksəlir. Konvensional səviyyənin daxilində üçüncü mərhələ, yəni konvensionalın birinci mərhələsi sadəcə üçüncü mərhələdə qəbul olunma. Məsələn, sizə bir nümunə göstərəcəyəm. Siz görürsünüz ki, bu cəmiyyətdə heyvanlara qayğı göstərmə yüksək səviyyədə qəbul olunur. Amma siz bu cəmiyyətə gələnə qədər heyvanlara qayğı göstərmirdiniz. Bunu bildiyinizə görə başlayırsınız heyvanlara qayğıkeş davranmağa. Niyə? Cəmiyyət axı bunu sevir, qoy məni də sevsin. Cəmiyyətin arzuladığı kimi davranırsan ki, cəmiyyət səni qəbul etsin. Buna deyilir qəbul olunma səviyyəsi. Bu üçüncü mərhələdir, qəbul olunma mərhələsi. Biraz keçəndən sonra biz daha da kamilləşirik. Səlahiyyət və sosial nizamı qorumaq. Məsələn, bəyi müəllimə gəlir, məsələ qaldırır ki, avtomobillərin məktəbin qabağında bu cür qalması düzgün deyil. Götürür ərizə ilə müraciət edir, orada yol nişanları qoyurlar və avtomobilləri məktəbin qabağına bu şəkildə buraxmırlar. Bu zaman biri soruşur ki, bəyi müəllimə, sizin avtomobiliniz var, bu sizə də ziyandır axı. Bəyi müəllimə deyir, mənə ziyan olsa da cəmiyyətimiz üçün ən faydalı qərar budur. Demək, bəyi müəllimə nə elədi? Cəmiyyəti düşündü. Öz mənafelindən daha çox cəmiyyəti düşünürsə, özünə ziyan olsa da, özünə zərər olsa da, bu adlanır səlahiyyət və sosial nizamı qorumaq. Dördüncü mərhələ. Nəhayət gəldik üçüncü səviyyəyə. Postkonvensional səviyyə, ən yüksək səviyyələr, mərhələlər bunun içindədir. Birinci mərhələ adlanır sosial müqavilə. Baxın, diqqətli olun. Sosial ədalət prinsipi ilə davranmaq. Bu fikrə önəm verin. Görürsünüz ki, bir dənə test verib, həmin testdə məsələ budur ki, bir şagird bir məsələ qaldırıb ki, burada bu ədalətsizlik var. Xahiş edirəm, ədaləti təmin edin. Hətta ədalətsizlik üzərində diskussiya aparır, özündən böyüklərə sübut etməyə çalışır ki, bu ədalətsizlikdir. Və böyüklər də onu qəbul etməyə məcbur olurlar, çünki haqlı danışır. Əgər o testdə ki, ədalətdən söhbət gedirsə, biz burada sosial müqaviləni götürəcəyik. Sosial müqavilənin ikinci adı sosial razılıqdır. Sosial razılıq deyəndə də budur, sosial müqavilə deyəndə də budur. Nəhayət, sonuncu ən yüksək mərhələ adlanır universal etik prinsipləri. Mənim daxili ədalətim və əxlaqım bütün qaydalardan üstündür. Mən burada Qanun Zəmi filmindən nümunə göstərmişəm, Qaçaq Nəbidən. Çünki orada demişəm ki, baxmayaraq Sovet hökumətinin hökmranlıq elədiyi dövrüdür, amma bəzi kəndlərdə kəndxudanı hələ də Qaçaq Nəbi təyin edirdi. Niyə? Çünki Qaçaq Nəbinin verdiyi qərarlar qanunlardan daha üstün sayılırdı. Ona daha çox inanırlar, daha çox güvənirdilər. Və yaxud bəzi cinayətlərdə müttəhim deyir ki, cənab hakim, bəs siz mənim yerimdə olsaydınız, belə etməyəcəydiniz. Hakim də deyir, mən sənin yerində olsam, mən də sənin etdiyini edərdim. Amma bu qanunla qadağandır, cinayət sayılır. Demək ki, bəzi elə hərəkətlər, elə proseslər var ki, qanunla cinayətdir. Amma əxlaq baxımından baxanda, mənəvi baxımdan baxanda isə bu daha üstündür və daha doğru sayıla bilər. Amma qanun çərçivəsində o qadağan olunur. Bəzən deyilir, bəzi insanlara ölüm hökmü verilsə, nə yaxşı olar, ölüm hökmü niyə qadağan edədilər? Çünki ölüm hökmü qanundur, qanunda ölüm hökmü yoxdur bizim ölkədə. Amma bəzi cəmiyyət səs verirsə, deyəcək ki, məsələn, bu hərəkəti edən adamların ölüm hökmü cəmaət səs verəcək. Çünki bəzi cəzalandırmalar görürsünüz ki, qanundan daha üstün şəkildə qəbul oluna bilir. Yəni, bu insanların daxili ədalətidir. Bu zaman insanın daxili ədaləti əxlaqın bütün qaydalarından üstün ola bilər. Yazılmayan qanunla yanaşması da buna aiddir. Bu oldu universal etik prinsiplər. Deməli, siz bunu necə öyrənməlisiniz? Burada hər bir mərhələnin qarşısındakı bu qısa səciyyə ki var, ona önəm verməlisiniz. Qısa səciyyə önəm versəniz, o testin cavabını tapa bilərsiniz.
Yeri gəlmiş qeyd edim ki, bugün biz bunu da testini tapşırırıq sizə. Bununla bağlı 40 ədəd test sizi gözləyir. Gəldik növbəti nəzəriyyəmizə. Növbəti nəzəriyyəmiz adlanır Robert Gagne nəzəriyyəsi. Robert Gagne nəzəriyyəsinin mahiyyəti öyrənmənin şərtləri nəzəriyyəsi haqqındadır. Robert Gagne təklif edir ki, əgər biz səmərəli öyrənməyi həyata keçirmək istəyiriksə, biz bu zaman 9 mərhələli sistemə keçə bilərik. Əslində bu 9 mərhələli sistem ki var, hələ fəal dərs var, 7 mərhələli model, onun daxilində olan hissələrdir. Və sizə hansı testdə nəzəriyyə sözü düşsə və mərhələ sözü düşsə, dərsi mərhələsi, bilin ki, o Robert Gagne nəzəriyyəsindən söhbət gedir. Başqa heç bir nəzəriyyədə dərsi mərhələsi anlayışı yoxdur. Yəni, əsas nəzəriyyələr ki, biz keçirik, orada dərsi mərhələləri ancaq Gagne ilə bağlıdır. Gagne testlərini yazanda da görəcəksiniz ki, orada sırf olaraq bu maddə, bu bəndlərin adlarından söhbət gedir. Məsələn, bəzən sual ola bilir ki, məsələn, burada 9 addım verilib də, şagirdlərin diqqətini dərsə cəlb etmək, şagirdlərin təlim nəticələrini elan etmək, əvvəlki təlimdə qazanmış bilik bacarıqlarını stimullaşdırmaq, dərsin mövzusunu təqdim etmək, öyrənməni təmin etmək, bilik və bacarıqların tətbiqini təmin etmək, əks əlaqəni qurmaq, təlim nəticələrinin reallaşması səviyyəsinin, performansın qiymətləndirilməsi, bir də informasiya möhkəmləndirmək və bacarığa çevirmək. Bu testi əgər uğurla yerinə yetirmək istəyirsinizsə, bu 9 mərhələnin ardıcıl şəkildə adlarını bilməlisiniz ki, hansı mərhələdən sonra hansı mərhələ gəlir. Çünki ya sizdən növbəti mərhələnin adı soruşulacaq, ya da ki, soruşulacaq ki, aşağıdakı bəndlərin hansında Robert Gagne'nin öyrənmə nəzəriyyəsinə aid olmayan mərhələ adı verilmişdir. Siz bilməlisiniz ki, hansı mərhələ adı Gagne'yə aiddir, hansı aid deyil. Və bunu bu qədəri bilsə, sizə bəs edir. Gəldik Goleman nəzəriyyəsinə. Goleman nəzəriyyəsi də çox maraqlı nəzəriyyədir. Mənim ən sevdiyim nəzəriyyələrdən biridir. Goleman nəzəriyyəsinin adı emosional zəka nəzəriyyəsidir. Və çox diqqətli olun. Goleman deyir ki, günlərin bir günü işdən çox yorğun şəkildə, əsəbi şəkildə ayrılırdım. Deyək ki, işdə müəyyən problemlər baş vermişdi. Mən çox əsəbi idim, o gərgin halda işdən çıxmışdım, evə gəlirdim. Deyir, avtobusa minəndə, avtobus sürücüsü məni elə yüksək səviyyədə qarşıladı, məndən hal-əhval elədi, halımı soruşdu, zarafatlar elədi və hətta yol boyunca şəhərdə maraqlı yerlərlə bağlı mənə göstərdi, məlumat verdi. Deyir, elə bir ki, bütün əsəbimi orada qoydum və evə gəldim və özümə fikirləşdim, nə baş verdi, bu nə deməkdir? Beləliklə, Daniel Goleman emosional zəka anlayışını irəli sürür və deyir, insan iki hissədən ibarətdir. Rasional hissə, bir də emosional hissə. Deyir ki, şəhid övladı çıxış edirdi və deyirdi, mən öz atamla fəxr edirəm, mənim atamla bütün Azərbaycan fəxr edir. O, bu sözü deyə-deyə gözündən yaş süzülürdü. Bu zaman onun dediyi sözdə həqiqətdir. Bu nədir? Rasional zəka. Gözündən süzülən yaşlar isə hisslərdir, emosional zəkadır. İnsanı bu iki zəka birlikdə əmələ gətirir. Emosional zəka ilə rasional zəka birləşir, insanı əmələ gətirir. Robotlarda emosional zəka yoxdur. Mən həmişə deyirəm, bankomatlarda, milli ön aparatlarında emosional zəka yoxdur. Ona görə sizdən pul dilənənlər sizdən dilənir. Gedib bankomatın qabağında qalıb dilənmir. Niyə? Çünki bankomatın emosional zəkası yoxdur axı, çıxarıb buna pul versin. Çünki bankomatlar, aparatlar, robotlar rasional zəka ilə işləyir. İnsan deyirlər, sadəcə aparattırlar, hissləri yoxdur. Bizdə isə həm rasional zəka var, həm də emosional zəka var. Bunlar birləşib bizi əmələ gətirir. Eyni zamanda mən nəyə qeyd edə bilərəm? Daniel Goleman çox maraqlı bir şey təklif edir. Mən sizə bir nümunə göstərim. Bu yaxında eşitdim ki, bankların birində bir işçiyə mükafat veriblər ki, sən 10 ildir bizim əməkdaşsan, bugünə qədər 5000 dənə müştəriyə xidmət eləmişsən, biz səni mükafatlandırırıq, bugünə qədər şişəyə daxil olmuyor. Adama sual verərlər, məyər bu 5000 müştərinin hamısı eyni cür olubmu? Əlbəttə ki, xeyr. Biri əsəbi olub, biri hövsələsiz olub, biri səbirli olub.
Yəni fərqli-fərqli insanlar olub. Bəs necə olub ki, bu 5000 müştərinin 5-i də bundan razı və yəni 5000-i də bundan razı qalıb. Demək ki, bunun xüsusi bir formulu var da. Bu formulu Goleman irəli sürür və ortaya çıxarır. Goleman deyir ki, mən sizi elə hazırlaya bilərəm ki, sizin ətrafınızda nə qədər insan varsa, hamısı sizin xəttinizi çox istəyə bilər və sizdən inciyə bilməz. Və bunun üçün nə addımlar təklif edir? 4 dənə addım deyir. İstəsəniz siz də bunu özünüz üçün həyata keçirərsiniz və sizin üçün uyğunlu ola bilər. Birinci addım nədir? Özünü dərk et. Özünü dərk etmək nə deməkdir? Özünü tanı ki, nəyi bəyənirsən, nəyi bəyənmirsən. Burada 5 addım kimi hətta yazmışam. Özünü bəyənirsən, yəni nəyi bəyənirsən, nəyi sevirsən, nəyi sevmirsən, nə xoşuna gəlir, nə xoşuna gəlmir, özün üçün bir siyahı çıxar. İkinci addım özünü idarə etmək. Yəni, sən artıq bilirsən ki, nəyi bəyənirsən, nəyi bəyənmirsənsə, demək sən özünü daha rasional idarə etmə formasını tapa bilirsən. Üçüncü addım deyir ki, səni fəaliyyətə həvəsləndirən nələrdir? Biz buna deyirik motivasiya. Dördüncü addım sosial məlumatlılıqdır. Ətrafındakı hadisə iştirakçıları düzgün tanımaq və empatiya qurmaqla ifadə olunur. Beşinci addım isə münasibətlərin idarə edilməsi. Yəni, dördüncü addımdan sonra münasibətin düzgün idarə edilməsi yolları artıq məlum olur. İndi eyni zamanda bu həmçinin emosional öyrənməni və emosional münasibətə tənzimləmək üçün bir qaydadır. Mən sizə isə indi Golemanın özünün təklif etdiyi 4 ardıcıl addımı da deyəcəyəm. Çünki bu həm biz bu dərsdə həm Goleman nəzəriyyəsinin daxilini öyrənirik, həm də emosional idarə etməni öyrənirik. Goleman nəzəriyyəsinə görə birinci addım odur ki, özünü dərk et. Dərk et. Yəni, nəyi bəyənirsən, nəyi bəyənmirsən. Aha. İkinci addım odur ki, yəni, emosiyaların maksimum hansı tərzdə ola bilər? Məsələn, sən özünü dərk edəndən sonra ki, mən bunu bəyənirəm, bunu bəyənmirəm, özünə sual ver, deyək ki, mən bir şeyi bəyənmədim. Bəyənməyəndə ən maksimum nə edə bilirəm? Yəni, əsəbimi necə göstərə bilirəm? Onu özün üçün qeyd edəm. Eyni zamanda özünə sual ver. Birdən çox sevincli bir şey eşitsəm, maksimum nə edə bilirəm? Yəni, sevinəndə də maksimal emosiyaların nədən ibarət olduğunu bilməlisən ki, o vəziyyətdə şok yaşamayasan. Bəzən olur, deyirsən ki, mən əsəbləşəndə heç kimi tanımıram. Niyə? Özün üçün müəyyənləşdirmirsən, axı əsəbləşdirəndə gözünə heç nə görünmür və xəbərdarlıq edirsən ki, belə olacaq, məni əsəbləşdirmə. Demək ki, sən artıq bilirsən, emosiyalarda maksimum hansı tərz ola bilir. Üçüncü addıma deyilir, sosial məlumatlılıq, yəni ətrafındakı insanları tanı. Yəni, ətrafındakı insanları böl. Bu çox əsəbidir, bu çox səbirlidir, bu çox ağıllıdır, bu az ağıllıdır. Böl insanları. 5 dənə, 6 dənə, lazım bularsa 10 dənə, 12 dənə təsnifat müəyyənləşdir. Dördüncü ən əsas addım nədir? Həmin kateqoriyalarla necə davranacaqsan? Görürsən ki, məsələn, bu adam çox ağıllı adamla da gözəl ünsiyyət qurur. Ağlı az olan adamla da gözəl ünsiyyət qurur. Səbirli insanlar da bunu sevir. Əsəbi insanlar da bunu bəyənir. Bu neyinir? Bu eyni rolu ifa eləmir. Hər insanın özünə görə strategiya qurub və özünə görə davranır. Nəticədə hamı bunun xətrini çox istəyir. Ona görə də siz də əgər istəyirsinizsə ki, yaşadığınız kollektivdə hamı tərəfindən müsbət qəbul oluna bilərsiniz, siz də özünüzdə bu 4 addımı yerinə yetirə bilərsiniz. Bu 4 addımı yerinə yetirməklə həm özünüzün strategiyanız olur və çox müsbət bir şeydir. İnsanın bu 4 addımı özündə müəyyənləşdirməsi çox müsbət bir şeydir. Məsələn, özünün dərkdə ola bilsin adam yazsın ki, məsələn, mən dəvət olunmayan yerə getmirəm və yaxud
filan məclislərə getmirəm, getməyi bəyənmirəm, sıxılıram. Ən azı özü haqqında məlumatlı olsun ki, nəyi bəyənir, nəyi bəyənmir. Ora dəvət ediləndə gedəcəkmi, desin gedərəm, getməyəcəkmi, öncədən desin ki, getməyəcəyəm. Bu qəti qərar vermək üçün özü yerə tanıyasınız, dərk edərsiniz ki, mən nəyi bəyənirəm, nəyi bəyənmirəm. Bu da oldu Goldman nəzəriyyəsi. Goldman nəzəriyyəsinə bağlı mən sizə bir detalda deyim. Mən həmişə deyirəm, Goldman nəzəriyyəsinə görə emosiyalar bulaşıcıdır, yoluxucudur. Bir nəfər səni gülüşlə qarşılayırsa, səndə də təbəssüm yaranır. Deyir, xaricdə insanlar hər səhər bir-birini tanımasalar da təbəssüm edir, deyir ki, sabahınız xeyir olsun. Bu niyə eləyirlər? Çünki təbəssüm yaradır və həmin təbəssüm də sənin bütün gününə təsir göstərir. Bəzi ölkələrdə insanların çox toplaşdığı yerlərdə xüsusi klonlar qoyurlar ki, insanda təbəssüm yaratsınlar, insanları güldürsünlər. Bəzən deyirsən, səhər əsəbləşdim, bugün mənim bütün günüm pis keçəcək. Niyə? Çünki bu emosional yoluxmadır da, gün necə başlayırsa bütün gününə təsir göstərir. Hətta mütəxəssislər müəyyənləşdirirlər ki, sən gecə yatanda o yuxuya getməyə 5 dəqiqə, 10 dəqiqə qalmış hansı fikirləri düşünürsənsə, məsələn, həyəcanla yatırsansa, növbəti 3 günün həyəcanlı keçəcək. Qorxu ilə yatırsansa, qorxu ilə keçəcək. Sevinclə yatırsansa, növbəti 3 günün kodlaşır, sevinclə keçəcək. Ona görə deyir, yuxuya getməmiş bir xoş bir xatirəni xatırla. Məsələn, adi bir misal göstərim. Sizdən birinə məsələn məktub gəlir ki, sabah bilet almışsan, məsələn, biz sizi İstanbula göndəririk və səfərə göndəririk. Həmin gecə sevincdən ola bilsin ki, cəmi 2 saat yatasan, amma yenə səhər vaxtında oyanırsan. Çünki beyin o sevinç hissi ilə yaşayır, beyin gümrahlaşır. Baxmayaraq az yatmısan, amma sən sanki 8 saat yatmış kimi olursan. Bir də var ki, sevmədiyin işlə məşğulsan, negativ düşünmürsən bütün gecəni, o cürdə yatmısan, səhər 10 saatda yatıb qalsan, yenə yorğun hiss edirsən. Deyirsən, mən yorğunam, elə bir ki, o qədər iş görmüşəm ki. Niyə? Çünki beyin yatanda alt şuur məsələsi var, emosional zəka məsələsi var. Bunun hamısı Goldman nəzəriyyəsində nəzərə alınır. Və eyni zamanda mən sizə bir detalda deyim, bu da Goldman nəzəriyyəsinə daxil ola bilər. Bilirsiniz ki, insanlarda 2 cür deyək ki, bacarıqlar var. Birinə yumuşaq bacarıqlar deyilir, birinə sərt bacarıqlar deyilir. Sərt bacarıqlara ingilis dilində hard skills deyilir, ingilis dilində. Yumuşaq bacarıqlara isə soft skills deyilir. Məsələn, bu nə deməkdir? Sərt bacarıq odur ki, bu müəllim çox savadlıdır, dəhşət savadlıdır. Yəni, MİQ balı 60 bal, sertifikasiya balı 60 bal, müəyyən medallar, ordenləri var. Amma bunun yumuşaq bacarığı zəifdirsə, müəllimlərlə ünsiyyət qura bilməz, şagirdlərlə ünsiyyət qura bilməz, həmişə onların xətrinə dəyər. Görürsən ki, bu müəllim çox savadlıdır, ancaq bəyənilmir. Kursa gedir, işləyir, bir il, 2-ci il onu işə götürmürlər, davam edəmirlər. Niyə? Çünki bunun sərt bacarıqları var, amma yumuşaq bacarığı yoxdur. İnsanda hər ikisi olmalıdır. Rasional tərəf sərt bacarıqları əmələ gətirir, emosional tərəf isə yumuşaq bacarıqları əmələ gətirir. Bu ikisi birləşəndə insanın cəmiyyətdəki mövqeyinə önəmli təsir göstərir. Bu oldu bizim bugün təqdim edəcəyimiz hissə. Biz bugün sizə nələri təqdim elədik? Biz bugün sizə təqdim elədik, deməli, Lawrence Kohlberg nəzəriyyəsi haqqında danışdıq. Sonra biz sizə Robert Gagne öyrənmənin şərtləri nəzəriyyəsi haqqında danışdıq və bir də Daniel Goleman'ın emosional zəka nəzəriyyəsi haqqında danışdıq. Bu 3 nəzəriyyəyə aid toplamda neçə test var? Kohlberg nəzəriyyəsi 40 test, Robert Gagne nəzəriyyəsi 30 test, Daniel Goleman nəzəriyyəsi 40 test. Və siz bu testləri yazanda bu mənbədən, bu materialdan istifadə edə bilərsiniz. Çünki mənə lazımdır ki, özünüz də görəsiniz ki, məsələn, bu mövzunun hansı yeri testdə nəzərə alına bilir. Yəni, testi işləyə-işləyə o hissələrə qayıdıb daha da yaxşı təkrarlaya bilərsiniz. Çünki biz imtahana çox az qalmış bir dövrdür. Biz bugün öyrənməyə çalışırıq. Yəni, biz əzbərləmək düşünmürük, əzbərləyək. Öyrənməyə çalışırıq ki, dərk eləməyə çalışırıq. Ona görə bəzi materiallara baxa-baxa hətta
işləyə bilərik. Amma yetər ki, işləyəndən sonra baxaq ki, mən bu cavabı seçdim. Nəyə görə seçdim? Çünki orada hansı bənd, hansı deyək ki, fikrə görə mən bu qərara gəldim. Bu oldu bizim bugünkü dərsimiz. Kimin sualı var, kimə aydın deyil? Kimə nə qaranlıq qalıb? Bəyim müəllimə, Ceyhunə Bəli, müəllim. müəllimə. Qaranlıq qalan bir məsələ yoxdur. Bir şey olsa, yəni qrupdan deyərik. Baxın, biz sizə Kolbek nəzəriyyəsinin səslərini ayrıca göndərmişdik. Amma mən hiss elədim ki, siz o səslərə bəzi yoldaşlar dinləməyib, ya da yarımçıq dinləyib. Biz onu bu şəkildə də çatdırmağa çalışdıq ki, heç olmasa testi işləyəndə, yəni həm səslər sizdə var, həm bu material sizdə var, ikisini birləşdirib, mükəmməl şəkildə öyrənin ki, həmin testləri yerinə yetirə biləsiniz. Bizim növbəti dərsimiz olacaq bu həftənin 6-cı günü. 6-cı gün artıq biz bu nəzəriyyə testini yekunlaşdıracağıq. Bundan sonra bizim əsas hissələrimizdən bir hissə qalıb təxminən. O da rahat hissədir. Biz inşallah ki, sertifikasiya imtahana qədər bütün bu testləri bitirəcəyik. Yetər ki, ardıcıl şəkildə iştirak edin. Yetər ki, belə deyim də, bilmədiyinizi soruşun. Hökmən deyil dərslər. Dərs olmasa belə WhatsApp qrupumuz var da. Yazın ki, müəllim, bax, bunu oxudum, başa düşmədim. Ola bilsin ki, mənə qədər qrupda digər yoldaşlar artıq onu qeyd eləsinlər, izah eləsinlər. Ancaq mən də görsəm, izah edəcəyim. Belə, əgər hər hansı bir sualınız yoxsa, biz bugünkü dərsimizi yekunlaşdırırıq. Qeyd edim ki, biz bugünkü dərslə növbəti ayımızın da, belə deyim də, son dərsini həyata keçirmiş olduq. Bundan sonra belə deyim, növbəti dərsimizdə artıq təzə ayımız başlayır və dərs o proqrama uyğun olaraq da hansı günə qədər davam edəcəksə, həmin günə qədər də biz bunu hesablayacağıq yəqin ki. Belə, kimin sualı olsa mənə ayrıca WhatsApp-da yaza bilər. Çox sağ olun, hələlik. Sağ Sağ olun.